Qələbə tökdülər, qaldı eləsinə. Bunu asfalt çəkmədilər, qaldı. Su çəkdilər, tökdülər həmən yola. Torpaq oldu, heç gedmiyor. Öğretmenimiz, uşaqlarımız məktəbə gedə bilmir. Yolumuz pis gündədir. Yoldan əlavə burada qaranlıqdır gecələr. Çəkib işığı o bu küçələrə çəkiblər. Bizim küçəni çəklib deyiblər ki, neçə il bundan sonra çıxacağıq. Çəkməyiblər, qalıb. Kanalizasiya pis gündədir. Çəkilməyib, kanalizasiya yoxdur. Bütün öylərdə şampondur. Şamponla əlaqədar olaraq çəkirsən su gedir, bütün evlər partlayıb, pis gündə qalırdılar. Ondan sonra. Bura baxan yoxdur. Neçə dəfə müraciət eləmişik. Əhsən Əliyev, Şirvan sakiniyim. Deməli, Nicat Əfəbəli küçəsində artıq 11 ildir ki, ev tikirəm. Şükürlər ki, köçmüşəm. Müraciətim o yolla bağlıdır. Yolla və sahibsizliklərlə. Hətta qaranlıq da olur. Gördüyünüz kimi qabaq tərəfdə stolbalara bastırılıb. Axşamlar orada qəşəng işıqlanması olur. Lakin burada zülmət qaranlıqdır. Yəni, bu vəziyyətlə əlaqədar mən hardasa 3-4 ay bundan qabaq İlqar müəllimə Şirvan şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Lakin heç bir nəticə əldə edə bilməmişəm. Ona görə ki, dedi Şirvan şəhərində kanalizasiya işlərinə başlamışam. Ona çəkilsin, ondan sonra yola baxarıq. Bir neçə gün sonra bələdiyyə sədrindən İlham müəllim grader vasitəsilə 2 dəfə sağa sola çəkməni dedim. Yəqin ola bilsin ki, yolu hamarlayırlar, asfaltlanacaq. Bir neçə dəfə qəbuluna getmək istədim. Görüşə bilməmişəm özü ilə. Yer yoxdur. Ondan sonra 15 ildən yuxarıdır. Ben yer almışam, tələb verən yox. Allah'ım bu da mənim. Kosmotlar verdi. Problemləriniz nədir burada Şirvan şəhəri? Problem budur, yoldur, yoxdur, heç nə yoxdur. O da gör neçə, mən hələ 65 yaşım var, mən 66 yaşım var. Gedə bilmirəm, 4-5 dəfə mən yolda otururam yerdə. Yol olur, marşrut gələr, cəhənnəmcə taksi gələr, heç olmayıb bura. Gəlmir. Yol bu, nətər gəlsin, heç kəs gəlmir. Su bu da axan yer yoxdur, kanalizasiya yox, bir şey yox. Mən 220 manat sosial pensiya alıram. Mən ona nətər verim 60 manat, ayda 70 manat mən kanalizasiya çəkdirim. Olsun da. Yolun yaşı yoxdur ya. Allah'ım takka geliyor. İltisam müəllim söz vermiş, yalanlar söz verdi, eləmədi. Kim? İltisam müəllim. Dedi çəkərəm, asfalt çəkərəm, çəkərəm. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.